Dünyada çok peşeler var. Her bir ülkede. O cümleden müstakil Azerbaycan'da da. Ama bütün peşelerden halk için, millet için, her bir vatandaş için, devlet için en vacip, en değerli peşe bu milleti, halkı, torpağı korumak peşasıdır. Yani harbi peşedir. Salam əziz tamaşaçılar. Haqq qəzetinin internet televiziyası Haqq qəzeti TV efirdədir. Bugünkü verilişimizi ümummilli lider, müstəqil Azərbaycanın qurucusu, memarı Heydər Əlirzəoğlu Əliyevin əziz xatirəsinə, əbədi yaşar xatirəsinə həsr etmişik. Müsahibim 2020-ci il Vətən müharibəsinin iştirakçılarından biri, Qarabağ ordenli, Şuşanın qapısına Azərbaycanın bayrağını sancan qəhrəman igidimiz, Qarabağ ordenli polkovnik Rəşad Aslanovdur. Rəşad Aslanov ilk dəfə olaraq məhz Heydər Əliyev adına Ali Hərbi Məktəbdən ilk məzun diplomunu ümummilli liderin özündən alıbdır. İlk dəfə olaraq ümummilli liderdən xeyir duasını alıbdır. Əbəs yerə deyil ki, bu gün hərbçilər arasında Rəşada, onun yaşıda olan zabit yoldaşlarına Heydər Əliyevin zabitləri deyirlər. O zabitlər ki, 2020-ci ilin Vətən müharibəsində qəhrəmanlıq göstərdilər. Onlara olan ehtimadı, vətənpərvərlikləri, qəhrəmanlıqları ilə sübut etdilər. Rəşad, verilişimizə xoş gəlmişsiniz. Salam Kəmalə xanım, xoş gördük. Çox sağ olun ki, artıq ikinci dəfədir sizin verilişinizdə iştirak edirəm, sizin müsahibiniz oluram. Çox sağ olun ki, məni yenə sahib verilişinizə dəvət eləmişsiniz. Çox sağ olun. Doğrusu mənim üçün də qürur vericidir. Çünki sizin kimin qəhrəman bir Azərbaycan zabiti ilə, qəhrəman bir Azərbaycan oğlu ilə üz-üzə söhbət edirəm. Elə bir insanla ki, Azərbaycanın torpaqlarının alınmasında Rəşad Aslanovun xüsusi xidməti olub. Mən tamaşaçılarımıza onu da xatırladım ki, mən birinci verilişimizdə qeyd etmişdim. Bilirsiniz ki, Azərbaycan xüsusi təyinatlı qüvvələrinin rolu bu müharibədə ölçüyə gəlməz dərəcədə xüsusi əhəmiyyətlidir. 1999-cu ildə yaradılan məhz ümummilli liderin uzaqgörən siyasəti nəticəsində yaradılan Azərbaycan xüsusi təyinatlı qüvvələri 2020-ci ilin Vətən müharibəsində, aprel döyüşlərində qəhrəmanlıqla döyüşdülər. Rəşad Aslanov Naxçıvan xüsusi təyinatlı dəstəsinin komandiri olubdur. Yəni, o qəhrəmanlıq yolundan Rəşada da qismət olubdur. Mən özümə borc bildim, bu barədə tamaşaçılarımıza məlumat verim. Ola bilsin ki, məlumatsız olanlar olar. İgidin adını eşit, özün görmə. Siz o igidlərdənsiniz. Buyurun. Mən ümumiyyətlə məlumat vermək istəyirəm ki, ilk növbədə mən Azərbaycan Ali Hərbi Məktəbinə 1997-ci ildə daxil olmuşam və 2001-ci ildə oranın məzun olmuşam. Sırf həmin müddətdə, həmin vaxtda 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan ordusunun quruculuğunda yeni bir mərhələ başladı. Bu Ulu Öndər o vaxt qərar qəbul elədi ki, o vaxta kimi məlum idi ki, bütün tədris, təlim sistemi ali hərbi məktəblərdə, istər o hərbi liseylərdə, hər yerdə köhnə Sovyetin qalma sistemi idi, təhsil sistemi və kitabları da, hər şeydə, nizamnamələrdə köhnə Sovetdən qalma nizamnamələrin onların tətbiq olunurdu, onlar öyrədilirdi və o istiqamətdə hamı yetişdirilirdi, gələcəyin zabitləri. Amma 1997-ci ildə artıq
Ulu Öndər qərar qəbul elədi ki, bu sistemi dəyişmək lazımdır. Artıq dünya dəyişir, inkişaf edir. Azərbaycan ordusu da dəyişilməlidir, inkişaf eləməlidir və güclənməlidir. Və onun qərarına əsasən Azərbaycan Ali Hərbi Məktəbdə təlim və tədris prosesi sistemi yeni sistemlə başlandı tətbiq olunmağa. O da Türkiyə Silahlı Qüvvələrin təlim və tədris sistemini gətirdilər və 1997-ci ildən başladılar onu tətbiq etməyə. Mən də Bildiyim qədər sizin müəllimlərinizin əksəriyyəti Türkiyə Silahlı Qüvvələrindən gələn müəllimlər olub. Biz də 1997-ci ildə daxil olduğumuz görə və həmin o yeni sistem tətbiq olmağa başladı bizim kursdan başlayaraq. Biz artıq onun ilk müdavimləri, kursantları olduq və həmin dövrdə ilk gündən bizim müəllim heyəti və komandir heyəti hamısı Türk Silahlı Qüvvələrinin mənsubları idi. Yəni 4 il ərzində bizə Türk Silahlı Qüvvələrin mənsubları, müəllimləri bizə dərs keçdilər, təlimlər keçdilər və bizləri onlar yetişdirdilər. Siz artıq Azərbaycan ordusunun yeni bir sistemdə qurulmasının demək olar ki, ilk qaranquşlarısınız. O ilk müdavimlərsiz. Azərbaycan ordusu yenidən təkmilləşdirilirdi, yenidən qurulurdu. Bəli, Ulu Öndər o vaxt bu qərarı qəbul elədi və mən sizi inandırım ki, oxuduğumuz o 4 il ərzində daima ağır onun o qrafiki, iş grafikinə baxmayaraq, o daima vaxt tapırdı. Bizim oxuduğumuz Ali Hərbi Məktəbə gəlirdi, bizlə maraqlanırdı, bizim təlim və tədris prosesində maraqlanırdı. Müəllimlərimizdən, komandirlərimizdən problemlərimizi soruşurdular. Yəni o qədər o hər şeyə özü şəxsən nəzarət edirdi. Çünki onun bizə etimadı çox böyük idi. Dəfələrlə oxuduğumuz müddətdə Ali Hərbi Məktəbə gəlib, bizi ziyarət edib. Ziyarətində iki hissəsi olurdu. Biri rəsmi hissə. Rəsmi hissə o idi ki, bütün məktəb düzülürdü sıra meydanında. Ulu Öndər çıxırdı qarşımıza. Bir ilk növbədə zabitlik peşəsinin, hərbiçi olmağın, onun o mahiyyətini, onun o şərəfini, o ləyaqətini bizə izah edirdi və həmişə deyirdi ki, dünyada bir çox peşələr var, amma ən şərəfli, ən ləyaqətli, ən vacib peşə vətəni qorumaq peşəsidir. O da sizlərsiz hərbiçilər, yəni gələcəyin zabitləri. Bizə həmişə o sözü orada tribundan bizə deyirdi. Bu onun görüşlərinin də ziyarətin, məktəbin ziyarətinin ikinci hissəsi ondan ibarətdir ki, gəlirdi bizlə bir yerdə yeməkxanamızda oturub bizdən nahar edirdi. Artıq orada rəsmi qayda yox, səmimi söhbətlər edirdi. Yəni və onunla da oturub biz yemək yeyəndə onun həmişə verdiyi sual var idi ki, şəxsən mənə sual verir ki, oğul, sizə həmişə belə yemək verirlər, yoxsa mən gəlmişəm deyə bugün bu belə yemək veriblər. Biz dedik, xeyr cənab Ali Başkomandan, həmişə belə, yəni bizim qidamız belədir. Ondan sonra başlayır digər suallar, hansı rayondansınız, evdə neçə uşaqsınız? Biz də özümüz sıxıb saxlamışıq, indi bəli, xeyr cavab verirdik. Ali Başkomandandır, biz indi özümüzü onun yanında çox sərbəst hiss edə bilmərik. Amma o səmimi suallarla artıq bizi, o qədər bizi səmimiləşdirdi ki, artıq biz özümüzdən asılı olmayaraq artıq onun istədiyi cavabları biz səmimi şəkildə ona verirdik. Həyatınızın çox gözəl anları olub. Yəni o anlar ki, qiymətli anlardır. Milli liderlə, Heydər Əliyev kimi daha şəxsiyyətlə bir cavanın üz-üzə oturması, söhbət etməsi, ondan örnək olan hansısa bir xüsusiyyətini öyrənməsi gələcək üçün bir xoşbəxtlik yolu idi. O yolda sizin üçün açılıb. Kəmal xanım, hər bir insanın öz həyatında onun şəxsi şərəf tarixi deyilən bir anı var, bir hadisəsi var. Hansı ki, yəni həyatı boyunda bir məqsədi olub, o məqsədə çatıb, amal olub, ona çatıb. Yəni insanın öz şəxsi şərəf hadisəsi, anı, yəni tarixi var. Yəni şəxsən mənim üçün və mənlə bir yerdə oxuduğum o kursant yoldaşlarım üçün bizim tariximizdə ən böyük, yəni ən vacib şəxsi şərəf tariximiz Ulu Öndərin bizimlə maraqlanması idi,
onunla bizim söhbətlərimiz idi və həmişə də gəlib o öydüyü nəsihəti, məsləhətləri şəxsən biz onun önlərdən almışıq. Və ali məktəbi qurtaranda da yenə diplomlarınızı o böyük şəxsiyyət təqdim edib. İstəyirəm o anları bir xatırlayasınız. Deməli, ali hərbi məktəbə daxil olanda orta məktəbi əlaçı oxuyurdum. Daxil olanda yüksək balla daxil olundum. Yəni ilk 3 nəfərin sırasına girdim daxil olanda və Nə qədər bal toplamışdınız? 687. 13 bal da səhv suallar idi. Yəni onlar da düz suallar tərtib olunsaydı 700 balı yığmaq, yəni o potensialda olan O bir balla doğrudan da abituriyent ali olmaq. hərbi məktəbə daxil olmaq özü bir fəxarətdir. Sizin vətən Sizə sevginizdir. bir şey deyim, mən həmin anda əlbəttə Tamaşaçılarımıza mən deyim ki, o illərdə 687 bal toplayan Rəşad Aslanovu bir çox ali məktəblər qəbul etmək istəyib. Amma Rəşadda o qədər vətən sevgisi və məhz 2020-ci ilin vətən müharibəsinin sanki bir o çağırışı, içindəki məhəbbət o qədər güclü olub ki, Rəşad ancaq hərbidə oxumağı, hərbi ali məktəbdə oxumağı seçib. Buyurun, mən özüm əlavə elədim, amma həqiqəti söyləyirəm. Düzdür, çox sağ olun. O vaxtları ali hərbi məktəblə paralel olaraq ondan hardasa bir ay qabaq, çünki o vaxt bir ay əvvəl Türkiyə Respublikasında olan ali təhsil müəssisələrinə burada YÖS imtahanları var idi. Bəli. Mən orada müraciət etmişdim, o imtahanı da vermişdim. O imtahanı da vermişdim və ondan sonra bir ay sonra da ali hərbi məktəb imtahan verdim. Cavab çıxdı və Türkiyədəki Orta Doğu Texnik Universiteti var, ODTÜ Universiteti, ora qəbul olmuşdum. O vaxt rəhmətli atam dedi ki, "Bala, sən gəl bu hərbidən imtina elə, Türkiyədən sənə cavabım gəlib, get orada oxu." O ODTÜ Universitetdə, yəni nəinki Türkiyədə, dünyada o öz səviyyəsinə görə yüksək səviyyədə olan universitetdir. Bəli. Mən atama dedim ki, yox ata, mən hərbiçi olacağam, mən zabit olacağam, mən gələcəkdə böyüyüb general olacağam. Onlar bilirdilər, çünki bizim böyüdüyümüz vaxt, öyle vaxt oldu ki, məsəl üçün o 90-cı illərdən başlayaraq, o vaxt 90-cı illərdə mən 11 yaşlı uşaq idim. Birinci Qarabağ müharibəsi, Qusarda olurduq rayonda. Şəhidlər, o bu və dövlətin bu vəziyyəti, yəni Keçid dövrü ağır illər çox, idi. biz düşünürdük ki, torpaqların işğal olması, 20% torpaqlar işğal olunurdu o vaxt. Biz düşünürdük ki, biz bu ləkəni, bu adı nətər üstümüzdən götürək, bu qisası bu düşməni necə ala bilərik. Və mən o vaxt qərar qəbul etdim ki, mən hərbiçi olacağam və bunun qisasını alacağam. Yəni qisas alanlardan biri də mən olacağam. Və bu niyyətlə, bu amanla mən gəldim hərbi məktəbə imtahan verdim və qəbul olundum. Yüksək balla qəbul olundum və yüksək balla qəbul olduğuna görə də hər ildə o yenilərdi, ilin nəticələrinə görə. Mən 4 il oxuduğum müddətdə o vaxt prezident təqaüdü vardı, verildi. Heydər Əliyevin, o da Cənab Ali Başkomandan olanda, prezidentimiz oldu. Prezident təqaüdü, mən 4 ildə onun təqaüdünü almışam oxuduğum müddətdə. Ondan sonra da Ali Hərbi Məktəbi 3 nəfər qırmızı diplomla bitirən müdavimlərdən biri də, kursantlardan biri də mən olmuşam. Yəni leytenantlardan, buraxılış məzunlardan biri də mən olmuşam. Və bizə ki, biz onsuz da oxuduğum müddətdə bizim müəllimlərimiz Türk Respublikası, Silahlı Qüvvələrin mənsubları idi. Onlar bizə deyirlər ki, oğul, oxuyun, yaxşı oxuyun. Çünki Türkiyədə belə bir qanun var, belə qayda var. Ali Hərbi Məktəbin buraxılış məzuniyyət vaxtı ölkə başçısı gəlir, prezident gəlib, birinci olanlar özü şəxsən təbrik eləyir. O da bir stimul idi. Biz gördük ki, bəlkə indi burada da olar. Amma dedi ki, biz bunu, o Türk zabitlər dedilər ki, inşallah biz bunu burada da tətbiq edəcəyik. 2001-ci ildə siz məzun olanda biz Cənab Ali Başkomandan dəvət edəcəyik. Yəqin bizə şey eləməz, yox deməz. Və 2001-ci ildə avqust ayında bizim buraxılış mərasimimiz vaxtı hələ ki bir ay qalmışdı. Bizə elan edilər ki, biz Cənab Ali Başkomandan, Cənab Prezident Heydər Əliyev sizin buraxılış mərasimimizdə iştirak edəcək. Və ilk 3 nəfər hansı qırmızı diplomluğa görülüb, əlaçıdır, şəxsən özü
sizi təltif edəcək diplomlarla. Yəni baxın indi o vaxt 2001-ci il 22 yaşlı gənc bir zabit, gənc leytenant bu şeyi eşidəndə mən həqiqətən çox xoşbəxt oldum və o vaxt həyəcan da var idi. Sözsüz ki, həyəcan da var idi və bəzi yerlərdə qorxu da var idi ki, yəni indi biz həmişə eşitmişik də Ulu Öndər onunla hər adam dünyanın ən güclü siyasətçiləri onunla oturub danışa bilməz, gözünün içinə baxa bilməz. İndi baxın, mən gənc bir leytenant qalxmalıyam onun huzuruna, diplom almalıyam, onu məruzə eləməliyəm. Həqiqətən də çox xoşbəxt günlər idi o vaxt. Yəni, Cənab Ali Başkomandan təsəvvür ki, gəlir sənə diplom təqdim edir. Bundan xoşbəxt nə ola bilər ki? Komandan Leytenant Reşat Aslanov diplom almak için gelmiştir. Tebrik ederim. Sağ ol. Sağ ol. Azərbaycan Respublikasına xidmət edirəm. Çıxış eləyəndə də onun həmişə bir sözü vardı ki, bizə baxıb deyirdi ki, mən Qarabağı işğaldan azad edilən zabit heyətin hərbi qulluqçuları bu sırada görürəm. Yəni o dərəcədə bizə inanırdı və bizə böyük etimad göstərirdi. Deməli, Bu Heydər söz- Əliyev o böyük şəxsiyyət bilirmiş ki, sizin kimi zabitlər zaman gələcək, Qarabağı azad Bu edəcəklər. həm bizə göstərilən böyük bir etimad idi. Yəni bizim üçün fəxr idi o. Bizə bu böyük etimad göstərir. Həm də böyük bir məsuliyyət idi Bəli. ki, Ulu Öndərin sonra ona verdiyimiz o sözü yerinə yetirə bilməmə. Amma şükürlər olsun ki, həmin o sırada olan o gənc leytenantlar 2020-ci ildə vətən torpaqların azad olunması uğrunda gedən döyüşlərdə yaxından iştirak elədilər. Vətən müharibəsi qəhrəmanlarımız var, şəhidlərimiz var, Allah hamısını rəhmət eləsin, qazilərimiz var. Yəni, həmin o leytenantların da 2020-ci ildə bu müqəddəs işdə hamının rolu da oldu, iştirak elədilər. Yəni, və Ulu Öndərin bizə göstərdiyi o böyük etimadı doğrulda bildilər. Bugün onun ruhu şaddır. Çünki onun öyündüyü və çox böyük inamla yetişdirdiyi zabitlər Azərbaycan ordusunun fəxridirlər. 2020-ci il Vətən müharibəsinin qəhrəmanlarıdır. Sizin də bütün ömür boyu, bir ömür qədər mən deyərdim ki, bu barədə danışmağa mənəvi haqqınız var. Yəni, siz də fəxarət hissi keçirə bilərsiniz ki, Çox sağ olun. bütün ömrünüz boyu elə bu qürur verici anları sadalasaz, danışsaz, mən deyərdim ki, xoşbəxt insanlardan birisiniz. Əlbəttə Kəmal xanım, mən sizə keçən dəfə də demişdim. Yəni bir hərbi qulluqçunun, mən sadəcə hərbiçilərdən danışıram. Yəni bütün insanlar belədir. Amma mən özüm hərbiçi olduğum bir hərbi qulluqçunun əsgərdən tutmuş generala kimi hamısının arzusu odur ki, xidməti müddətində bircə dəfə olsun Cənab Ali Başkomandanla görüşsün, onun tərəfindən təltif olunsun, onun xeyir duasını qəbul eləsin. Bunun hamının arzusudur. Amma mən o qədər xoşbəxt insanam ki, mən həm Ulu Öndərdən təltif olunmuşam, Ulu Öndər tərəfindən, onun tərəfindən onunla görüşmüşəm, Ulu Öndərlə görüşmüşəm, onun tərəfindən təltif olunmuşam, onun xeyir duası istəmişəm. Həm də Cənab Ali Başkomandan, Müzəffər Ali Başkomandan İlham Əliyev tərəfindən də onunla da görüşmüşəm, onun tərəfindən təltif olunmuşam, onun xeyir duasını istəmişəm. Mən yəni bundan böyük mənim üçün xoşbəxtlik ola bilməz. Bir zabit kimi mən şəxsən fəxr edirəm ki, mən bugün bu həyatı, bu günləri yaşamışam. Doğrudan da qürur keçirməyinə məşhur bir söz var, yaşamağa dəyər. Bəli. Siz, mən bu sualla, sizin ümumiyyətlə bu söhbətdən sonra adam o qədər həm kövrəlir, həm də inanın, elə anlar olur ki, insan danışmağa belə, o hisslər elə bir böyük hisslər olur ki, insan söz tapmağa, bəzən ifadə etməyə çətinlik çəkir. Mən bir anlıq düşündüm ki, siz Şuşanın giriş qapısına bayrağı asanda, o ürəyinizin köşküsündə
gəzdirdiyiniz bayrağı, bu bükülmüş bayrağı açıb asanda da, bəlkə onda da elə fikirləşmişsiniz ki, mən məhz Ulu Öndərin, dövlət rəhbərimizin, Ali Baş Komandanın etimadını doğrultdum. O anlar o bayrağı ki açıb asırdınız. Hətta sizi mən sonralar öyrəndim ki, düşmən vura da bilərdi. Amma siz cəsarətlə qalxıb giriş qapısına bayrağı sancmışsınız. Bax, o anları bir anlıq xatırlayaq. Mən istəyirəm o bayraq sevgisini bir daha xatırlayıb sizinlə görüşü. Mənim o vaxt ki, indi müəllimlərim, komandirlərim, mənim yaxın insanlarım, məndən bir yerdə bu uzun 97-ci ildən bəri uzun yol gələn mənim silahdaşlarım, onlar həmişə mənə belə bir şey deyirlər. Deyirlər ki, 2001-ci ildə sən məzun olanda Ulu Öndər sənə qırmızı diplom verdi. Dedi, o diplom deyil, o bizim dövlətimizin müqəddəs üç rəngli bayrağı idi ki, sənə verdi ki, vaxtı gələndə işğaldan azad olmuş torpaqlarda orada onu sancasan. Yəni onu elə bağladılar ki, yəni Ulu Öndərin o mənə diplom verilməsi, o bayraqdır və onun o vaxt o bizə göstərdiyi etimadı, bizə verdiyi tapşırıq ki, işğalda olan torpaqları azad edən bu sıralardadır və nəticəsi də bu, yəni buna belə bir bağlanma olur, yəni bu hadisələr belə bağlanır. Çox gözəl, məntiqi bağlılıqdır. Bəli. Yəni o bayraq asmaq, sancmaq, o tək mən həmişə demişəm, yenə deyirəm, Polkovnik Aslan Rəşadın əməyi deyil, onun işi deyil. Biz sadəcə icraçı olmuşuq, verilən tapşırıqları yerinə yetirmişik. O bayrağı ora asmaq üçün nə qədər şəhidlərimiz olub. Bu yolda şəhid olan qardaşlarımız olub. Allah hamısını rəhmət eləsin. Nə qədər qazilərimiz var. Allah hamısına can sağlığı, şəfa versin. O bayrağı ora başda Müzəffər Cənab Ali Baş Komandan olmağına bütün Azərbaycan xalqı asıb. Biz sadəcə icraçı olmuşuq. Verilən tapşırığı yerinə yetirmişik. Çox sağ olun. Siz əsl hərbçi xarakteri, təvazökar, alicənab, zabit xarakteri nümayiş elətdirdiniz. Mən sizə dönə-dönə minnətdaram. Sağ olun, çox sağ olun. Mən sizə minnətdaram Kəmal xanım. Yəni, mən bugünkü gündə məcburam bu zabit vəziyyətimi, zabit duruşumu qoruyub saxlamağa. Çünki biz hamımız 2001-ci ildən bəri buraxılış olan, bu il artıq 25 ildir ki, Ulu Öndərin adını daşıyan Ali Hərbi Məktəbin, hal-hazırda onun adı dəyişilib olub Heydər Əliyev adına Hərbi İnstitut. Bizim oxuduğumuz vaxtı Ali Hərbi Məktəb idi. Biz məcburuq belə olmağa, çünki biz Ulu Öndərin, Heydər Əliyevin zabitləriyik. Ulu Öndərin adı olan yerdə zabit başqa cür ola bilməz. Əziz tamaşaçılar, verilişimiz başa çatdı. Müsahibim Heydər Əliyevin zabitləri çağırılan və bu şərəfli adla fəxr edən, fəxarət hissi ilə bugün redaksiyamıza gələn 2020-ci il Vətən müharibəsinin iştirakçılarından biri Qarabağ ordenli Polkovnik Rəşad Aslanov idi. Sağ olun, sağlıqla qalın.